2012-ci ilin mart ayı Texas ştatının kiçik bir yolunda polis sıravi bir avtomobili saxlayır. Sürücü sakit, mehriban, hətta zarafatçıl görünür. Heç bir əlamət yoxdur ki, bu adam ABŞ tarixinin ən sirli seriyalı qatillərindən biridir. Amma bir neçə gün sonra FTB agentləri bu adamın söhbətlərini dinləyəndə dəhşətə gəlirlər. Çünki bu adam onlara deyir ki, illərdir ölkənin müxtəlif nöqtələrində, meşələrdə, göllərin dibində, çay kənarlarında ölülər bastırıb. Ölülərlə yanaşı silah, pul, alət dolu çantalar. Sadəcə lazım olan günü gözləyirdi. Bu adamın adı İsrail Keyesdir və o FTB-nin də dediyi kimi 21-ci əsrin ən səliqəli seriyalı qatil olub. Onun heç bir sabit qurban tipi yox idi. O, qohum-əqraba, dost-tanış öldürmürdü. Tamamilə yad insanları, tamamilə təsadüfi yerlərdə seçirdi. Məhz buna görə də illərlə heç kim onu tuta bilmədi. Kanalımıza yeni gəlmisinizsə, abunə düyməsini sıxın. Çünki bu kanalda Azərbaycanın heç bir yerdə bu qədər detallı danışılmayan cinayət hadisələrini izah edirik. İsrail Keyes 1978-ci il yanvarın 7-sində Utah ştatında dini baxımdan son dərəcə radikal bir ailədə dünyaya göz açır. O, ailənin 10 uşağından ikincisi idi. Valideynləri əvvəlcə Mormon kilsəsinə bağlı olsa da, sonradan daha sərt, fundamentalist xristian təriqətlərinə keçirlər. Ailə daim bir yerdən başqa yerə köçür. Uşaqlar məktəbə getmir, evdə təhsil alırdılar. Bu da o demək idi ki, kənar dünya ilə demək olar ki, heç bir təmas yox idi. Ailə bir müddət Washington ştatının Colville bölgəsində yaşayır. Və burada çox qaranlıq bir təfərrüat var. Onların qonşuları və getdikləri kilsə irqçi ideologiyaya bağlı bir dini qrup idi. Elə bu mühitdə Keyes sonradan tanınmış ağ irqçi terrorçular olacaq Chevy və Chain Kehoe qardaşları ilə uşaqlıqdan tanış olur. Yaxınları sonradan deyəcəkdi ki, kiçik İsrail silahlara qarşı qəribə bir həvəs göstərirdi. O, ürəyi döyünən hər şeyi ovlamağı sevirdi. Quşlardan tutmuş kiçik məməlilərə qədər. Yeniyetməlik dövründə isə qonşuların evlərinə girib silah oğurlamağa başladı. Eyni zamanda ailəsinin sərt dini inancından getdikcə uzaqlaşır, bəzi mənbələrə görə hətta satanizmə maraq göstərir. 1997-ci ildə hələ 19 yaşında ikən özünün sonradan etiraf etdiyinə görə Oregon ştatında bir çayda üzən gənc qızı qaçıb zorlayır. Bu, onun bildiyimiz ilk cinayəti idi. Keyes qısa müddət ABŞ ordusunda xidmət edir. 2001-ci ildə isə ordudan tərxis olunur. Bundan sonra Washington ştatındakı Maka Hindu qəbiləsinin ərazisinə, Nia Bay qəsəbəsinə köçür. Burada 6 il yerli qəbilə şurası üçün işləyir. Bir qadınla münasibət qurur və elə həmin ildə qızı dünyaya gəlir. Yerli sakinlər onu sevimli, sakit, problemsiz bir qonşu kimi xatırlayırlar. Polis rəisi İsrail haqqında sonradan belə deyəcəkdi. O, çox sevilirdi. Heç kimin ağlına gəlməzdi ki, bu adam gizli bir qatildir. Məhz bu, Keyes'in bütün karyera boyu istifadə etdiyi maska idi. Tamamilə normal, hətta sempatik şəkildə gözə görünmək. Amma FTB-nin sonradan açıqladığı zaman xəttinə görə elə bu dövrdə, 2001-ci ildə Nia Bay'də yaşadığı vaxt, Keyes ilk dəhşətli qətlini törədir. Qurbanın kimliyi bu günə qədər məlum deyil. Burada Keyes'in digər seriyalı qatillərdən fərqləndiyi əsas məqama gəlirik. Adətən seriyalı qatillər müəyyən bir qurban profili seçirlər. Gənc qadınlar, fahişələr, müəyyən yaş qrupu və s. Bu, onları izləməyi asanlaşdırır. Keyes'in isə demək olar ki, heç bir sabit profili yox idi. Qadın, kişi, gənc, yaşlı fərq etməzdi. Onun yeganə qaydası uşaqlara və valideynlərə dəyməmək idi. Bunun əvəzində o, tamamilə təsadüfi insanları özünün yaşadığı yerdən 1000 kilometrlərlə uzaqda seçirdi. Beləliklə, hər hansı qətillə onun şəxsi həyatı arasında heç bir görünən əlaqə yaranmırdı. Daha dəhşətlisi isə bu idi. Keyes illər əvvəlcədən planlaşdırırdı. O, ölkənin müxtəlif güşələrində, meşələrdə, göl kənarlarında, hətta New York ştatındakı Adirondack parkının dərinliklərində özü ölüm dəstləri adlandırdığı çantalar bastırırdı. Bu dəstlərdə pul, alətlər və silahlar olurdu. Bu yerlərə illər sonra tamam başqa bir səbəblə qayıdıb əvvəlcədən hazırladığı vasitələrlə cinayət törədirdi. Bu səfərləri maliyyələşdirmək üçün isə bank quldurluğuna əl atırdı. New York ştatının Tupper Lake şəhərindəki bankda daxil olmaqla bir neçə bankı soymuşdu. O, hətta qaçırdığı bir qurbanın saçından parik düzəldib başqa bir
bankı soyarkən geyinmişdi. Bu, onun nə qədər soyuqqanlı və hesablanmış şəkildə hərəkət etdiyini göstərir. İstədiyi öldürmə üsulu isə boğmaq idi. Sorğu-sual zamanı dediyinə görə o özü bunu seçmişdi. Çünki qurbanının əzab çəkdiyini izləyə bilirdi. Case'in evində aparılan axtarışda onlarla kitab tapılır. Bir çoxu real seriyalı qatillər haqqında. O, FTB profileri John Douglas'ın Mindhunter kitabını gənc yaşlarından öyrənmişdi. Eləcə də Dean Koontz-un thriller romanını dəfələrlə oxumuş və romandakı qatil personajı ilə özünü eyniləşdirmişdi. Amma onun əsl bütü Ted Bundy idi. Case özünü Bundy'yə çox bənzədirdi. Hər ikisi son dərəcə metodik idi. Qurbanlarını sahiblənmə hissi yaşayırdılar. Bu heyranlıq elə dərəcəyə çatmışdı ki, bir məhkəmə iclasında Case Bundy'nin məşhur məhkəmədən qaçış cəhdini təkrarlamağa çalışmış, lakin mühafizəçilər onu dərhal yaxalamışdılar. Maraqlıdır ki, Case hər seriyalı qatili özünə nümunə götürmürdü. O, qatil Dennis Rader'i sorğu-sual zamanı peşmançılıq bildirdiyi üçün zəif adlandırırdı. Onun fikrincə əsl hörmət hələ tutulmamış qatillərə layiq idi. 2011-ci ildə Case ABŞ-ın şərqinə səfər edir və Vermont ştatının Essex şəhərində Bill və Lorraine Carrier adlı evli cütlüyü öz evlərindən qaçırıb öldürür. Bu, sonradan FTB-nin rəsmi şəkildə təsdiqlədiyi 3 qətildən biri olacaqdı. Amma onun yaxalanmasına səbəb olan 2012-ci ilin fevral ayında baş verən hadisə idi. 1 fevral 2012-ci ildə Case Ankorajdakı bir kofe köşkündən 18 yaşlı barista Samantha Konig'i qaçırır. Onu öz evinin həyətindəki bir ambarda 2 həftə saxlayır. Bu müddət ərzində özü New Orleans uçur. Hətta bir gəmi səyahətinə çıxır. Sanki heç nə baş verməyib. Sonra ən soyuqqanlı hərəkətlərindən birini edir. Konig'in telefonundan ailəsinə mesajlar göndərərək onun hələ sağ olduğunu inandırır və fidyə tələb edir. Ailə fidyəni ödəyir. Amma elə bu addım onun yaxalanmasına səbəb olur. Çünki Case qurbanının bank kartından pul çıxarmağa çalışarkən bankomat kameraları onun izini Texasa qədər aparır. Mart ayının ortalarında Texas yol polisi onu saxlayanda avtomobilində Konig'in şəxsiyyət vəsiqəsi və digər sübutlar tapılır. Tutulduqdan sonra Case FTB agentləri ilə təxminən 40 saat söhbət edir. Bu söhbətlər zamanı o soyuqqanlığı ilə hamını dəhşətə gətirir. Agent Jolin Godin sonradan deyəcəkdi. O bundan zövq alırdı. Heç bir vicdan əzabı yox idi. Qaçırıb öldürməyə davam edəcəkdi. Ona bunu niyə etdiyini soruşanda isə cavabı sadəcə bu olurdu. Niyə də yox. Case FTB agentlərinə 11-ə qədər insan öldürdüyünü iddia edir. Amma bunların yalnız 3-ünü dəqiq təsdiqləyir. Digər qurbanların adlarını, vaxtlarını və yerlərini açıqlamaqdan boyun qaçırır. Səbəb kimi qızını göstərir. İstəyirəm ki, böyüyəndə bunların hamısı onun xatirində qalmasın. Beləliklə, ölkənin müxtəlif güşələrində ailələr hələ də sevdiklərinin başına nə gəldiyini bilmədən yaşayırlar. İsrail Case heç vaxt tam məhkəmə prosesindən keçmədi. Ölüm hökmündən qaçmaq üçün yenə də qızını qorumaq altında Konig və Carrier ailəsinin qətlində günahını qəbul etməyə razılaşır. Amma maraqlıdır ki, FTB-nin açıqlamalarına görə əslində o daxilən ölüm cəzasını istəyirdi. 2012-ci ilin dekabrın əvvəllərində Anchorage həbsxanasındakı kamerasında Case özünə qəsd edərək həyatına son qoyur. Bədəninin altından qanla örtülmüş qələmlə yazılmış bir neçə vərəq tapılır. FTB bu yazıları ekspertizaya göndərir. Amma heç bir gizli kod və ya əlavə qurban haqqında məlumat tapılmır. Beləliklə, İsrail Case öz sirlərinin böyük hissəsini özü ilə aparır. FTB bu günə qədər onun digər qurbanlarını müəyyənləşdirmək üçün işləri davam etdirir. İsrail Case'i başqa seriyalı qatillərdən fərqləndirən əsas şey onun emosional davranışlardan tam məhrum, soyuq və hesablı şəkildə hərəkət etməsi idi. O, anlıq impulslarla deyil, illər ərzində qurduğu sistemlə öldürürdü. Uşaqlığındakı təcrid, radikal dini mühit, heyvanlara qarşı zorakılıq və silahlar olan xəstəlikli maraq, bunların hamısı klassik psixopatiya əlamətləri kimi qeyd olunur. Amma bəlkə də ən qorxulu cəhət budur. Sevimli qonşu, işgüzar sahibkar, ata, heç kim şübhələnmirdi. Və elə bu maska sayəsində bəlkə də biz heç vaxt onun həqiqətən neçə insan öldürdüyünü bilməyəcəyik. İsrail Case'in hekayəsi bizə xatırladır ki, canavarlar həmişə qaranlıqda gizlənmir. Bəzən onlar bizim yanımızda gülümsəyərək yaşayırlar. Bəyəndinizsə like düyməsini basmağı unutmayın. Bu videoları hazırlamaq ciddi araşdırma tələb edir. Kanalı izləyin, çünki bu cür az danışılan cinayət dosiyələrini açmağa davam edəcəyik. Növbəti videoda görüşənədək.